Salam, hər vaxtınız xeyirli olsun. Sizi də tamaşaçıları da Tbilisidən salamlayırıq. Bu günləri Tbilisidə Azərbaycan və Gürcü xalqlarının mədəni həyatında tarixi mühüm bir hadisə yaşandı. Heydər Əliyev adına Gürcüstan Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyuldu. Qeyd edək ki, bu teatr 1872-ci ildə fəaliyyətə başlayıb, 1947-ci ilədək fəaliyyət göstərək. Bundan sonraki dövrlərdə isə teatrı Azərbaycanın burada yerli ziyalıları müraciət edərək teatr binasının yenidən bərpası istiqamətində müraciət ediblər. Bununla bağlı fərman imzalanıb və 2004-cü ildə teatr Heydər Əliyev adı ilə yenidən fəaliyyəti başlayıb. Bu günləri çıxış edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirdi ki, bugün təməli qoyulan bu teatr binası Azərbaycan və Gürcü xalqlarının tarixi, mədəni əlaqələrində əməkdaşlığının ən gözəl nümunəsidir və eyni zamanda qeyd etdi ki, bizim ölkələrimiz müxtəlif istiqamətlərdə əlaqələrini genişləndirir və xüsusilə də mədəni sahədə mühüm addımlar atılır. Azərbaycanın baş naziri Əli Əsədov çıxışında isə qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini bu teatr binası ən mühüm töhfələrdən biridir. O da çıxışında bu teatrın mühüm tarixi əhəmiyyətini qeyd etdi. Ümumiyyətlə qeyd olundu ki, bu teatr mühüm tarixi, uzun geçmişi olan bu teatr həm Gürcü xalqının, həm Azərbaycan xalqının taleyində mühüm rol oynayıb. Teatrın yeni binası qədimi bina ilə yeni binanın sintezini təşkil edəcək. Burada hardasa 500-600 tamaşaçı yeri olacaq və eyni zamanda müxtəlif muzeylərin, sərgilərin keçirilməsi üçün əlavə salonlar olacaq burada. Biz ümumiyyətlə teatrın bu zəngin tarixi ilə bağlı, eyni zamanda burada keçirilən tədbirlə bağlı növbəti reportajımızda tamaşaçılara daha geniş məlumat verəcək deyərək sözü yenidən Bakıya ötürürük.